Döşən. 1, 2, 3. 1, 2, 3. Getdik. Step. Ancaq bir dəqiqə step. Hamı stepdə. Step. Əsasən döyüş stepdən başlayır. Ayaqlarda olur. Aydın oldum ya. Bax, hamı diqqət eləsin mənə. Gəl aydın mənim. Hamı diqqət eləsin mənə. Hamı görsədirəm. Döyüş sənin zərbə yeməyi, zərbə almağın rəqibdən. Ayaqdadır problem, ayaqda. Bilirsən niyə? Çünki girirsən içəri, qalırsan burada. Səni ayağa aparmasa, sən nətər girə bilərsən içəri. Və bir də bir şeyi nəzərinizə çatdırım ki, bax, idmançılar, əziz idmançılar, döyüşürsən, liboy sən zərbədə fikir verir, boş-boşuna zərbə atsan, baba, attım, tutmadı, düşürəm, rəqibin qabağındayım. Deyirsən ki, vur məni, öz dilindən deyirsən ki, vur məni. Sən udarğı elə nizam, birinci ələm qoymamalısan, rəqib sənə daxil olsun içəri. Məsafə qoymamalısan, başa düşdün? Çünki ayaqlardır bunlar sənin. Bax burada tempdə. Yox ki, əgər girmisənsə içəri, buradasansa, burada vestlər bunlardan getmir. Bax, qolun gücü, bax, buradan, korpuslardan oynayırdılar. Aydın olub, bu da yenə deyirəm, burada da işləyənməz. Vurdun, yenə də məsafə, çıxmalısan. Girdin, çıxdın. Bir də ən önəmlisi, bax yenə bizim avantaj nədir? Rəqib hələn bir məni tutsun, ringdə, mənə zərbə vursun, ondan sonra atvetim verir. Yoxsa sən elə başlayan kimi apar özü sal rəqibin qabağına, elə də öyle birinci kəşflər xarakterli. Oynayırsan, yoxluyursan, bıraxırsan zərbələr, görürsən əli yaxşıdır, ayağı yaxşıdır və ondan sonra görürsən ki, sən müdafiədə yaxşı işləyirsən, yoxsa hücumda müdafiə odur ki, rəqib atır zərbə, at ya. Hop şər, məsələn bir də əl atdı, hop şər, bu müdafiədədir. Zərbəni necə həzm eləyəsən və ani momentdə orada saniyə qərar verməlisən və saniyədən də azdır. Döyüş vaxtı sən elə qərar verməlisən ki, atveti, onu, rəqibi tutmalısan. Bir də streslə tutmalısan, ikiniz bir girəndə. Başa düşdün nə demək istəyirəm? Məsələn, rəqib ayaqla girir, bax, eyni momentdə tutmalısan bunu. Və yaxud da əllə girir, burada tutmalısan. Yoxsa o atdı, atandan sonra sənin udarlığın nizamı itəcək. Və bundan əlavə, bax, yenə deyirəm, uşaqlar, fiziki udarla adi boy üstənin fərqi çoxdur. Həddindən artıq çoxdur. Bilirsən nə? Sən boy üstəni rahat işləyirsən. Niyə? Çünki fiziki vurmursan. Amma döyüşdə fiziki vuranda saxlaya bilmirsən. Başa düşdünüz nə demək istəyirəm? Udarı saxlaya bilmirsən. Ona görə adam həmdə yorulur. Ona görə eləmək çox qamazlaşsa, udar, bunlar hamısı ayaqda gəlməlidir. Aydın olduğu uşaqlar. Bax, yəni, birinci step, bir də step. Sənin bütün zərbələr, bunu vurursansa, bu ayağın yerində deyirsə, sənin bu gücün tutmayacaq. Nə danışsın? Sənin stoykan yerində deyil. Udar olmayacaq. Udar olmayacaq, bəs nə? Gedirsən qabağa, buna görə harada zərbəni vurursan, bu stoykada orada. Bax, burada vurursan, burada tut, burada vurursan, burada tut, burada tut. Başa düşdün, yoxsa belə, nə bilim, belə, bu yerində döysə sənin gücünün heç birisi hədər gedəcək hamısı. Aydın oldu? Bəli. Bölüşdürək, step oynayırın.